Hər kəsə salam. Mənim qızlarım evdə otura bilmirlər də, uşaqlar. Yəni mən 2 dəqiqə girirəm evə, uşaqların da bu dəfə könlünə bilirsiniz nə düşdü? Çokoporta getmək. Çokoportun bizim üçün çox özəl bir yeri var. Çünki uşaqları təzə-təzə tanıyanda gəzməyə aparmaq üçün ilk müraciət elədiyim məkanlardan biri idi. Çünki buranın interyeri, yeməkləri, yəni bir restoranda həm interyer gözəl olanda, həm yeməklər dadlı olanda insan oradan əl çəkə bilmir. Çokoport da tam o məkandır ki, uşaqlarınızla, rəfiqələrinizlə, ailənizlə can rahatlığı ilə gəlib, gözəl şəkillər çəkdirib, gözəl xatirələrlə yadda qalıb, həm də dadlı təamlar dadıb, çıxıb xoşbəxt bir şəkildə gedə bilərsiniz. Biz bu səfər səhər yeməyi sifariş verdik. Mən doymadım. Mən bu aralar heç gözüm doymur. Əlavə olaraq Sezar salatı da sifariş verdim və həqiqətən hər ikisi çox dadlı idi. Səhər yeməyi çox çeşidli idi. İçində şirniyyatlardan tutmuş, səhər yeməyinə aid olan hər şey var idi. Yeməyimizi yeyib bitirdikdən sonra uşaqlarla gözəl şəkillər çəkdik. YouTube-a Çokoportdan vlog çəkdik. Həqiqətən çox rəngarəng və şən bir gün keçirdik. Buradan Çokoporta təşəkkürlər.